Sonunda servisimizin peşəkar ustaları gedirlər, orada quraşdırma ustasının, digər yan quraşdırma ustalarının səhvini götürürlər. Zəmanət talonun üzərinə belə yazıblar. Sədərəkdən satılıb, ayın tarixi, Qoşqar usta. Bitdi. Hər kəsə salam. Bugün sizlərə kondisionerlərin istifadəsi zamanı gündəlik yaşanan problemlər, həmçinin kondisionerin ömrünü uzatmaq üçün atılacaq addımlarla bağlı bir neçə məsləhətlərimiz olacaq. Bunun üçün bizim yanımızda servisimizin rəhbəri Səbuhi bəy var. Xoş gəlmisiniz Səbuhi bəy. Mən də salamlayıram sizi və tamaşaçılarımızı, bizi izləyən izləyiciləri salamlayıram və mümkün qədər bugün bir neçə suallara aydınlıq gətirərik. Çox sağ olun, təşəkkür edirik. İlk sual onunla bağlıdır ki, gündəlik istifadə zamanı biz kondisionerdə nələrə diqqət etməliyik? Gündəlik istifadə zamanı kondisionerdə diqqət olunacaq əsas məsələlər, kondisionerin nə qədər əvvəlcədən uzun müddət işləməsinə, filtrlərin toz basmasıdır, toz varmı, kondisionerin doğru seçimi olması varmı, kondisionerlərin işlədiyi zaman texniki göstəricilərin elektrik cərəyanının doğru mənzilə verilməsimi və xarici təsirlərdən günəş şüasının birbaşa düşməsi, kondisionerin demontajı zamanı divara tam yaxın olmaması, çünki bu nəfəs alıb daha doğru dövriyyə etməsinin qarşısına alınması. Bunlara və bir çox digər söhbətimiz zamanı aydınlıq gətirəcək nüanslara diqqət etməliyik. Təşəkkür edirəm. Daha bir sual bu ilə bağlıdır, filtrlərin təmizlənməsi ilə bağlı. Dediniz, filtrlər çirklənəndə gündəlik istifadədə problem yaşayırıq. Doğrudur. Filtrlərin təmizlənməsi ilə bağlı nə tövsiyə edə bilərsiniz? Ən önəmli məsələlərdən biri kondisioner istifadəsi zamanı filtrlərin təmizlənməsidir. Filtrlərin təmizlənməsi kondisionerin və seçiləcək sahənin təyinatına uyğun olaraq 1-6 ay ərzində təmizlənməlidir. Daha çox hərəkət olunan yerlərdə, mağazinlərdir, insanların daha çox hərəkət edəcək bir yerlərdə daha tez filtrlər təmizlənməlidir, çünki çirkliyinə görə. Ancaq evlərdə istifadə olunan bir yerlərdə bunlarda 6 aydan 3 ay 6 ay arasında təmizlənməsi məqsədə uyğundur. Filtrlərin təmizlənməsi çox rahatdır. Kondisionerin üst qapağını yavaşca qaldırırıq və orada filtrləri çox sadə bir hərəkətlə çıxarırıq. Onları isti su ilə yuyuruq. Tam quruduğuna əmin olduqdan sonra və kondisionerin filtrini tam çirkdən təmizləndiyinə əmin olduqdan sonra yerinə montaj edirik. Kondisionerin qapağını bağlayıb kondisionerimizi işə salırıq. Təşəkkür edirəm. Onu da qeyd edeyim ki, filtrlər yuyulduqdan sonra tam şəkildə qurumasına mütləq diqqət etmək lazımdır. Çünki çox zaman belə bir sual gəlir ki, filtrləri yuyulduqdan sonra nəm qoxusu gəlir. Bəli, o da iyi verir. Dolayısıyla olaraq insanlarda narahatçılıq yaradır və bu da yanlış anlaşılmalara səbəb olur. Əgər biz izləyicilərimizin hər hansı birinin evinə belə bir hal baş verirsə, bu kondisionerin problemi deyil. Bu yuyulmuş filtrin tam qurumadan yerinə qoyulması və ondan istifadə olunmasıdır. Gərək bunlara diqqət edəsiniz. Daha bir mövzuya toxunmaq istəyirəm. Kondisionerlərin ömrünü uzatmaq üçün biz hansı addımları atmalıyıq? Onu istifadə edən zaman olsun və ya quraşdırılan zaman olsun? Bəli, bu ən önəmli məsələlərdən biridir. Biz kondisioneri alınmasından fikirləşdiyimiz zamandan ta istismar edəcəyimizə qədər bu bir neçə mərhələdə bu sualların cavabını özümüzə tapmalıyıq. Birinci, kondisioneri biz harda istifadə edəcəyik? Seçimi, təyinatı doğru olmalıdır. Yəni, otağındır, bir ictimai yaşayış obyektindir, bir mağazindir, hər hansı bir yerin sahəsi doğru seçilməlidir. Qarşısında şüşə varmı, yoxmu, bu doğru bilinməlidir. İzolyasiya varmı, çöl divarların bu bilinməlidir. İçəridəki istilik ayırıcıların, qızdırıcıların nə qədər olunmasını bunlara notebooklar, printerlər, istilik fənlər və s. bunlar diqqət olmalıdır. Sonra insanların sayı, bu otaqda qoyacağımız ərazilər, nə qədər insan var, onlara diqqət olmalıdır. Bütün bunların hamısı bilinəndən sonra biz kondisionerin bizə neçə kilovatlı kondisioner lazım olduğunu təyin edirik. Əsas budur. El arasında danışdırıldığı kimi 20 kvadrat, 25 kvadrat, 35 kvadrat bu kondisioner seçimində yanlış bir nüansdır. Biz ola bilər ki 25 kvadratlı bir otağımız var. Ancaq bura el arasında dediyimiz 9000 bitluk kondisioner yox. Bura biz 18500
getulu kondisioner qoymalıyıq. Çünki içəridəki təyinatdan asılı olaraq. Bəli, bu mətbəx ola bilər, Bəli, yataq otağı ola bilər, qonaq otağı ola bilər. Bu birinci nüans. İkinci nüans kondisionerin quraşdırılması zamanı peşəkar ustalara müraciət olunması. Hər bir insan kənardan baxıb, mən də gördüm kimisə kondisioner quraşdırıb, bunu quraşdıracağım deyəcək bir şey yoxdur. Çünki kondisionerin quraşdırılmasında içəri blokla divar tipli, kanal tipli, kaset tipli. Bu ilə çöl blokun arasında əlaqənin, mis boru əlaqələrinin doğru seçilməsi, mis boru qaynaqlarının düzgün edilməsi, drenaj sisteminin doğru çəkilməsi, vurulacaq, bəli, kabellərin doğru bağlanması, seçilməsi, bağlanması, bunlara diqqət olunmalıdır. Bəzən olur ki, insanlar kondisioneri sadəcə quraşdırım, çıxım, bu işin bitirim deyirlər. Kondisionerləri bir-birinə bağlayırlar və 2-3 gündən sonra bağlantı yerlərindən qazsızlıq baş verir. Müştəri insanlarda da, halimizdə də yanlış olaraq bir fikir formalaşır ki, kondisionerlər öz təyinatına uyğun deyil və düzgün işləmir. Amma usta seçimində, ustanın etdiyi hərəkətlərdə və onun quraşdırmasına verdiyi xətalara, nöqsanlara görə kondisionerdə bu problemlər yaranır. Bunu biz servis olaraq çox yaşayırıq və hər dəfə insanlara xidmət göstərdikcə bunları onlara təkrar bildiririk. Dördüncü, kondisionerin çöl və iç blokunun montajı, doğru montajı ilə bərabər çöl blokunda doğru montaj lazımdır. Çöl blokunun ön pər hissəsində, yəni dövr edilən füryonun yayda soyudulması, qışda isidilməsinin qarşısını alması üçün bu pərin dövrü hava axınını düzgün götürməsi lazımdır. Çöl bloku montaj etdiyimiz divara çox yaxın edəriksə, arada məsafə olmaz və bu da gücənməyə səbəb gətirəcək. Çöl bloku günəş şüalarının birbaşa təsiri altına qoyarıqsa, bu da müəyyən qədər təsir göstərəcək. Və qapalı bir yerdə qoyarıqsa, çöl bloku havalamanın qarşısını alarıqsa, bu da müəyyən qədər təsir göstərəcək. Yəni biz seçimi edərsən, kondisionerin o təyinatı ilə bərabər haranı istəyəcək və soyulacaqsa, quraşdırmasına da bu qədər önəm verməliyik. Həmçinin mənə elə gəlir ki, bir nüansı da diqqət yetirmək lazımdır ki, çox zaman divar tipli iç blokları qoyan zaman bu yanlış edirlər ki, tavanı çox yaxın məsafədən qoyurlar. Bəli, kondisioner bildiyimiz kimi kondisionerlərin hava dövriyyəsini etməsi üçün kondisionerin üst hissəsindən filtrlərin üzərindən havanı alır, baraman vasitəsini dövr eləyir və otağa verir. Əgər biz sizdiyiniz kimi tavana çox yaxın qoyarıqsa, hava almasını qarşısına alarıq. Bu da dövriyyəni düzgün verməyəcək. Daha bir sualım o ilə bağlı olacaq ki, servisə müştərilərdən və ya kondisionerlərimizdən istifadə alan zaman alıcılardan nə kimi problemlərlə daha çox rastlaşırsınız? Yəni, ən çox hansı problemlərdən sizə müraciət olunur? Bəli. Bu, bir az öncə danışdığımız mövzularla demək olar ki, eynilik təşkil eləyir. Yenə də naşı usta tərəfindən kondisioneri quraşdırarkən və öz faydalı işini kondisioner verməzsə, yenə də kondisionerdə problem var deyə servisə müraciət edirlər. Sonunda servisimizin peşəkar ustaları gedirlər, orada quraşdırma ustasının digər yan quraşdırma ustalarının səhvini götürürlər. Kondisioner seçiminin doğru olmaması, bunu iki tərəfli də ola bilər. Bunu bəzən müştərilərimiz də öz büdcələrinə uyğun olaraq sadəcə evin havasını biraz dəyişim deyir, az təyinatlı kondisioner də alır və yaxud da ki, satıcıların məlumatı olmayıb doğru təyinatlı kondisioner verməməsi bu məsələ gəlir. Sonra dövrü olaraq bəzi insanlarımız bir çoxları yayda kondisionerlər istifadə edirlər. Yayda söndürdükləri, keçən əvvəlki yayda söndürdükləri kondisionerin baxımın edilmədən növbəti yayda yenə işə salırlar və kondisionerdə problem var, iy var, müəyyən xoşa gəlməz bir qoxular var və s. olduğunu bildirirlər. Amma işə salmadan əvvəl 6-8 ay müddəti arasında kondisioner boşda qalır. Burada dövrü baxım olmalıdır. Filtrlərin müəyyən çiklənməsi varsa bu baxılmalıdır. Əgər qaz qaçağı yaranıbsa, kondisionerdə sıfır füryon yaranıbsa, o əlavə olunmalıdır və baxım olunmalıdır. İzolyasiyaları mis boru üzərində izolyasiyaları cırılıbsa, yırtılıbsa, xarici yaz təsirlərdən bunlar üzərinə gəlinməlidir, bərpa olunmalıdır.
Bunlara diqqət olmalıdır. Dediniz, ən çox yayda istifadə olunur kondisioner ölkəmizdə, amma Bəli. Belə deyək, kondisionerdən həm yayda, həm də qışda eləyən istifadəçilər də var. Amma bəzi hallarda olur ki, qışda istifadə elədikləri zaman müəyyən problemlərlə rastlaşırlar kondisionerləri istifadə eləyəndə, soyuq havada. Bununla bağlı nə tövsiyə Yenə də edə bilərsiniz? bununla bağlı da eyni bayaq danışdıqlarımızı vurğulayacağıq. Kondisionerlər əlbəttə soyuq otaqların seçilmiş ərazinin soyudulması ilə bərabər istidilməsini də həyata keçirir. Ancaq yenə də biz onun istidilməsindən istifadə edəcəksə, yenə də kondisioner seçiminə daha çox diqqət yetirməliyik. Biz əgər gücü lazım olandan az kondisioner seçmişiksə, kondisionerin bizə soyuq hava vurduğunu hiss eləyəcəyik özümüzə. Çünki otağı çatdırıb tam istidə qızdıra bilmir. Buna diqqət etməliyik. Qaz azlığından, kondisionerin şişliyindən mis borularının buzlanmasına gətirib çıxarır. Biz defrost deyirik, fasiləyə gətirib çıxarır. Buna diqqət etməliyik. Və bu kimi nüansları nəzərə alaraq ən sonunda yenə də eyni əvvəlki başlanğıcımız yerə gəlirik. Kondisioner seçimi doğru olmalıdır. Mütləq şəkildə doğru olmalıdır. Bəli. Əminəm ki, siz də bu hallara rastlaşmısınız. Satıcılardan sizə belə müraciətlər olur ki, müştəri artıq boruları çəkib, amma hər hansı bir kondisioneri istəyir. Məsələn, doğrudur. Bizdə satıcılar adətən müştəri üçün hesabat edirlər və ona əsasən kondisioner təyin edirlər. Doğrudur. Amma olur ki, müştərinin çəkdiyi boru diametrlərinə uyğun olmur kondisionerlər. Həmçinin biz daha bir problemlə rastlaşır satıcılarımız ki, borular azotlanmır. Müştəri də sual verir ki, bəs borunun azotlu olub-olmamağının nə kimi bir fərqi var? Çox düz vurğuladınız. Borular əvvəl bəzi yerlərdə, mənzillərdə təmirdən əvvəl borular çəkilir və sonra təmirdən sonra kondisioner montajı olunur. Biz əvvəlcə kondisioner borularını çəkmədən əvvəl biz təyin etməliyik ki, hansı şirkətin kondisionerini alacağıq. O şirkətin təyin etdiyimiz kondisionerinə uyğun olaraq borularını çəkilməliyik. Mis boru çaplarını ev arasında deyilən 6-lıq, 9-luq, 12-lik və s. Bunu çəkməliyik. Əgər biz fikrimizdə başqa bir kondisioner tutub borusunu çəkmişiksə, sonra digər kondisioner alırıqsa, bunun faydalı iş əmsalından keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq. Doğru seçim etmirik. O ki, qaldı azotlanmasına. Boruları biz çəkdiyimiz zavod istehsalında olmuş, zavodda istehsalında bir borulardır. Bu boruların daşınmada aşınması ola bilər. Gətirdiyimiz zaman insanlardan əlindən düşüb əzilməsi ola bilər. Biz bir nöqtədən kəsmək istəyirik, sonra fikrimizi daşınıb digər nöqtədən kəsirik, üzərində müəyyən cızıq əmələ gətirə bilər. Və bunların hamısı sonradan firyon təzyiqlə vurduğumuz firyonda buraxmalara səbəb ola bilər. Və bunun qarşısını almaq və yaxud da ki, biz borunu çəkərək bunu tam qaydasına uyğun bizdən sonra gəlmiş ustaların, evdə təmir işi görən ustaların bilib-bilmədən deşilməsi, borularımızın deşməsinə və s. zədələnməsinə suvaq işləri aparılan əlbəttə, suvaq işləridir, alçı işləridir və s. digər işlərdir. Bunun qarşısını alınması üçün yüksək təzyiqli azot boruları vurub və boruları bir-birinin ağızlarını bağlayıb, bypass eləyib manometr üzərinə qoymaq lazımdır ki, çünki hər zaman o manometr üzərində olan göstəricinin düşdüyünü görsək və bu borularda zədə olduğunu aşkara çıxarır. Hardansa sızıntı var deməli. Sonra bayaq bir nüansı qeyd eləmədim. Kondisioner quraşdırılması zamanı diqqət olunacaq ən böyük üstünlük kondisionerin vakuum edilib quraşdırılmasıdır. Mütləq, bəli. Çünki baxın, mən çox rast gəlmişəm, servis təmir rəhbəri olaraq çox rast gəlmişəm ki, servis ustalarından kənarda digər ustalarından izləyicilərimizdən 100 sifariş gələrsə, bunun 98-ini əminliklə deyə bilərəm ki, vakuum etmədən edirlər ustalar. Hətta ustaların özü ilə şəxsən özüm söhbət etmişəm. Onlar vakuum aparatına veriləcək pulu
naşın ustalardan söhbət gedir. Əlavə sərfiyyat, onun edəcək vaxtını əlavə vaxt itkisi nəzərə alırlar. Mənasız xərc. Mənasız. Amma ki, üzərindən bir müddət keçəndən sonra orada müəyyən problemlər yarana bilir. Bəli. Problemlər nədən yaranır? Mən sizə izah edeyim. Kondisionerlər bilirsiniz ki, iç blok və çöl blokdan ibarətdir. Bəli, İç blok və çöl blok arasında mis boru əlaqəsini yaratmaq və o dəldiyimiz dəlikdə mis borunu keçirirlər. Bəzən yenə də naşılıqla o mis borunun ağzını bağlamırlar. Hər hansı bir kağızla, hər hansı bir qoruyucu hissəciklə bağlamadığından divarın içərisinə keçirdiyində bu mis borunun içərisinə toz, divarın içində olan hər hansı yad cisimlər düşür. Və bu da vakuum etmədikdə bu xırda hissəciklər də olsa, hətta nəmişli havalarda olan xırda nəm xırdacıqları da. Bunu vakuum etmədikdə bu dolayısıyla kondisionerin mis boru və hissələrinə, kompresora, dörd yola, kapilyara və sair radiatorun içərisinə düşür. Bəli, bəli. Dövriyyənin qarşısını alır. Kondisioner tam çox gücdə işləyir. Təzyiq altında işləyir, qapalı sistemdə işləyir. Bu da zaman-zaman kompresorun yanmasına, dörd yolun doğru işləməməsinə, ilişib qalmasına, kapilyarın irəli-geri hərəkət etməməsinə səbəb olur. Bunlara diqqət olunmalıdır. Daha bir nüans ondan ibarətdir ki, biz izləyicilərimiz və ya alıcılarımız mağazaya gələn zaman onlara tövsiyə edirik ki, biz kondisioneri satırıqsa, Mitsubishi Electric, AUX ham modellərini fərq etmir. Hər birini 3 il rəsmi zəmanətlə satırıq. Lakin quraşdırılma bizim tərəfimizdən olduqda. Doğrudur, şirkətin ustaları tərəfindən. Bəli. Mən əminəm ki, Səbuhi bəyin açıqlamaları ən azından bizim izləyicilərimiz üçün və ya müştərilərimiz üçün aydın oldu ki, yəni həqiqətən də bu 3 il rəsmi zəmanət nə üçün verilir? Bəli. Həmçinin rəsmi servis ustaları tərəfindən quraşdırılma, bu hamısı vacib şərtlərdir. Çünki biz bir elektronikanı alırıqsa, onun uzun ömürlü olmasını istəyirik. Doğrudur. Yəni mən əminəm ki, bu suallar izləyicilərimiz üçün aydın oldu. Bir sual daha verim sizə. Buyurun. Müştərilərdən çox qabağımıza çıxan suallardan biridir. Bizim müştəri gəlir mağazaya. Bəli. Məsələn, o dediyimiz kimi biz otururuq, hesablama edirik, mühəndislər, satıcılar, hər birimiz işləyirik ki, alıcıya maksimum dərəcədə, keyfiyyətli formada satışı təmin edək. Bəli. O da razılıqla uzun illər istifadə eləsin. Düzdür. Amma bəzən alıcılar da bu dediyimiz xərcləri, məsəl üçün, əlavə xərclər olaraq görürlər. İstər məsəl üçün o azotlanmanı, istərsə də daha bir nüans. Məsələn, biz deyirik ki, multisistem çəkilirsə, onsuz da freon vurulmalıdır. Əlavə olaraq, bəli. Boru metrajında çıxırlar, müəyyən metraj qalandan sonra əlavə borular üçün, bəli. Amma birəbir kondisionerlərdə də divar tipli olsun, kaset kanalı və s. fərq eləmir. Məsələn, ən çox quraşdırılan divar tipli kondisionerlərdir. Doğrudur. Divar tipli kondisionerlərdə biz mütləq şəkildə müştərilərimizə bildiririk ki, 5 metrdən sonra Mitsubishi Electricdə əlavə freon vurmaq lazımdır. AUX-da eyni şəkildə, mütləq şəkildə əlavə freon tələb olunur. Müştərilər deyirlər ki, bəs bunun önəmi nədir? Freon dediyimizdə bir balaca açıqlama verək. Bizim ümumiyyətlə kondisionerlərin soyutma və isilməsində freon adlanan bir qazdan istifadə olunur. Freonların təyinatına uyğun olaraq bir çox markaları var. R410A, R32 və s. Bunlar R407 və s. Freon həm sıxılmada, həm genişlənmədə dolayısıyla olaraq ayrıldığı istilik və soyuqluqdan kondisioner evimizin isinməsini və soyumasına gətirib çıxarır. Bu geniş bir prosesdir. Bunu burada izah eləmək belə geniş üzərində uzun danışmaq olar. Və kondisionerin içərisində çöl blok kompresorun içərisində olan freon müəyyən məsafə, siz dediyiniz kimi o 5 metr məsafəni təmin etmək üçündür. Ancaq ondan əlavə bir boru metrajı çəkilməsi lazımdırsa, bu zaman əlavə hesabata uyğun olaraq freon əlavə olunmalıdır ki, çünki o freon miqdarını aparıb çatdırsın ora. Biz az miqdar freonla
uzun məsafəni işlətmək istəyiriksə, burada kondisionerin nasaz işləməsinə, zaman-zaman kompresorun gücə düşməsinə və sıradan çıxmasına səbəb olacaq. Kondisionerin çöl borularında buzlanmaya səbəb olacaq. Çünki qaz çatdırmır. Freon əsas önəmli vasitələrdən biridir. Buna diqqət olmalıdır. El arasında və izləyicilərimizdən gələn bir nüanslar var ki, kompresorun qazı yoxdur dediyi bu freonun olmasını göstərir. Və qaz qaçağı da diqqət nəyə görə eləyirik ki, qaz qaçağı dediyimiz həmən boruların aşınması nəticəsində yaranan hər hansı bir xırda dəliklərdən qaz qaçaqları və kompresorun iç çöl əlaqəli borularının bağlantılarından daha yaxşı sıxılması və sonda bunu təhvil verməmişdən əvvəl köpüklü su ilə yoxlanması, təzyiq altında qaçaq var yoxsa yox və belə müştəriyə təhvil vermək lazımdır. Bəli, təşəkkür edirəm sizə cavablarınız üçün. Əminik ki, izləyicilərimizə də faydalı oldu bu məlumatlar. Dəyərli izləyicilərimiz, siz də Mitsubishi Elektrik, AUX, Han modellərində seçim etdiyiniz zaman Nikon mağazalarımıza müraciət edə bilərsiniz. 3 il rəsmi zəmanətlə, rəsmi servis zəmanəti ilə, servis quraşdırılması ilə təmin edəcəyik sizləri. Videomuz sizin üçün faydalı oldusa, videonu bəyənməyi, kanalımıza abunə olmağı, rəy yazmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.